harda baxırdın Nicat orada toy məclisindədir, meyxana məclisindədir, efirlərdədir. Və mən sonra eşitdim ki, Nicat sənətdən, meyxanadan, o ətrafında olan dost deyilən insanlardan sanki bir küskünlük yarandı. Bir nüans mənim yadımdadır ki, eşitdiyimə görə mən onu dəqiqləşdirmək istəyirəm. Rəşad Dağlı ilə hər zaman sizin belə deyək, meyxana məclislərində konfliktiniz olurdu. Festivalini bir adlı bir dəyişməmiz vardı. Yəni ki, mən onu unutmuram. Orada bir belə deyək də bir söhbət yarandı. Ondan sonra sanki sənə bir ki, kənar çəkildi. Həm yaşlılarının içində ən çox əziyyət çəkən və demək olar ki, Paşti bizimlə çiyin-çiyinə döyüşən sənətkar olub. Sonra Kanalın sözünə irad bildirir ki, bu söz nədir? Deyirəm, qardaş, tərtəmiz sözdür. Rəşad da orada dərinə getmədi. Mən bir kəlmə dedim, tərtəmiz sözdür, söhbət bağlandı bundan. Yəni, o söhbətləri böyüdən meyxana deyənlər deyil, Rəşad deyil, mən deyiləm. Onu böyüdənlər, belə deyək də, söz xiridarları da deyil. Onlar fanatlardır.